Hamınıza salam uşaqlar. Bugün sizlərlə birlikdə kanalımıza yeni bir oyun daxil edirik və bu oyunun adı My Little Universe-dur. Bu oyunda mən kaydın qırağında kasmışam, kayddan ayrı bir yerdə kasmışam biraz ki oyunun nə olduğunu anlayım. Uşaqlar, oyunda bir çox oyun internetsiz və gözəl bir oyundur. Boş zamanlarınızda əylənə biləcəyiniz və dünya görüşünüzü artıra biləcəyiniz gözəl bir oyundur. Bu oyunda öz dünyamıza roketlə gəzərkən birdən arıza çıxır və dünyaya gəlirsiniz. Dünyaya gəldikdə isə öz dünyamızı gözəlləşdirməyə çalışırsınız. Gəlin biz V2.15.5 191 seriyalı oyunumuz My Little Universe oyununu oynayaq və bu oyunun partları da çıxacaq. Bugün part 1-ini oynayırıq. Bu oyunu digər planetlərə gedib digər planetləri də gözəlləşdirməyə çalışırıq. Gəlin biz başlayaq və oyunumuzun necə olduğunu görək. İndi buranı dayandıracağım ki, oyunumuz biraz gec açılır. Açılanda kaydı davam etdirəcəm uşaqlar. Elə açıldı uşaqlar. Gördüyünüz kimi oyunda belə bir dünyanın içərisinə düşürük. Oyun normalde uşaqlar heç bir zaman donmur. Belə gözəl bir oyundur. Çox gözəl bir oyundur. Uşaqlar, niyə donduğunu soruşsanız, mən burada həm ekran kaydı aldığıma görə oyun donur, mən ekran kaydı aldığım zamanlar oyun donur və grafiklər də high-dır. Yəni oyun çətin saxlanılır. Amma belə olmayına baxmayaraq, kayddan kənar heç vaxt donmur və rahat oynayabiləcəyiniz bir oyundur. Oyunda uşaqlar, baxın belə özünüzü gəlişdirirsiniz, belə yerlər açırsınız. Məsələn, buranı açmaq üçün mənə 30 ödül istəyir və mən buranı açdım. Beləliklə, özünüzün baltalarınızı gəlişləndirib, yeni baltalar, yeni levellər açırsınız və özünüzə buradan daşdan dəmir istəyirsən edirsiniz. Çox gözəl bir oyundur. Oyun uşaqlar, hər şey var oyunda, düşünə biləcəyiniz hər şey. İndi mənim hər şeyim bir leveldir. Gördüyünüz kimi balta. Uşaqlar, baxın, sizə göstərim. Baxın, burada gördüyünüz kimi qazmanın bir level və baltam da indi bir leveldir. Gördüyünüz kimi. Mənim hər şeyim bir leveldir. Gəlin, biz oynayaq və levellərimi artıraq. Mən videoda level artırmaq istədim. Gəlin baxın, buradan kazmamızı, levelini və buradan da baltamızın levelini arttıra bilərik. Mən ilk öncə qazmamızın levelini arttırmaq istəyirəm. Çünki qazmamızın levelini arttırsaq, onda daha rahat kasa bilərik. Gördüyünüz kimi uşaqlar, bu burada bizə dəmir istəsəydik. Əgər səsim gəlmirsə, oyunun səsi çoxdur, oyunun səsini biraz alaq. İndi gəlin rahat oynayaq oyunumuzu. Gördüyünüz kimi. Belə oynayırıq, ağac qırırıq. Burada da istəyirsinizsə, burada coinlərlə dəyişmək olur. Coinlər də sizə nə üçün lazım olacaq deyirsinizsə, coinlər sizə hər yerdə lazım olur. Yeni yerlər açmaqda belə lazım olacaq. Ona görə coin kasın və yeni yerlər açın uşaqlar. Bu arada sadəcə bizim oynadığımız yerdən ibarət deyil bu oyun. Gəlin, sizə necə olduğunu göstərim. Baxın uşaqlar. Bu arada suya girəndə uşaqlar köpək balıqları gəlir. Baxın, bir müddət qalanda. Baxın, mən sizin qarşınıza qalacaq. Köpək balıqlar gəlir və köpək balıqları gələndən sonra bir müddət qalsanız, köpək balıqları artıq sizi yiyir, siz də hərəkət eləmədən ölürsünüz. Lakin envanterinizdəki heç bir şey getmir. Uşaqlar, baxın, burada yanar daş var. Burada bir canınız azalır, amma narahat olmayın. Canınız azaldıqdan 1 dəqiqə, 5 saniyə, 3 saniyə sonra öz-özünə dolur. Baxın uşaqlar, belə yanar dağ var burada. Baxın uşaqlar, canınız çoxalır. Və baxın da burada uşaqlar kristal var. Bu kristal nə edəcəksiniz desəz, uşaqlar gördüyünüz kimi burada güclü bir qılınc şəkli var. Bu qılıncı
oradan yerə batmış bir şəkildədir. Baxın, indi qabağa getdikdə sizə göstərəcəm. Biraz odun qasaq. Gördüyünüz kimi uşaqlar, tam üstdə, mənim üstümdə 179 dənə odunumuz var. Gəlin mən bunu 500 eləyim, gəlirəm. Və uşaqlar gəldim. Gördüyünüz kimi artıq 525 dənə üzərində yazıb. 35 dəmir, 219 daş və 525 dənə ağac və tam olaraq 35 dənə də taxtamız var arkadaşlar. Və beləliklə artıq biz öz kazmamızı upgrade eləyib uzaqlara gedə bilərik. Upgrade elədim uşaqlar. Və buranı açmaq istəyirəm mən ilk öncə. Bir dəqiqə uşaqlar, reklam gəldi. Və uşaqlar, reklamı keçdik. Gəldim. Burada həmən 200 dənə daşı var. Uşaqlar, mənə maraqlı gəlir ki, əgər biz 2 level şey götürsək, kazma, onda bizim o zaman bizim oy gəldi. Öldürdük uşaqlar. O zaman bizə baxın, indi bir gəlir gördüyünüz kimi ekranda. İndi baxın, aldıq. Bəli, artıq 2-2 gəlməlidir. Yox, amma biraz tez gelir. Bəli. Oy, görevlərimiz babadan tamamlanır uşaqlar. Və Refine Steel. İndi uşaqlar, Refine Steel mən ikinci hesabımda görmüşdüm. Refine Steel uşaqlar, bunu qırmalıyıq. Belə. Bunu qırırıq. Çoxlu dəmir tökür gördüyünüz kimi. Qırırıq. Yuxarıda uşaqlar, baxın. Mənim tam yuxarımda gördüyünüz kimi 2 dəfə daha vurmamız lazımdır. Ondan sonra qırılacaqdır. Və uşaqlar, bu pulsuz bizə dəmir və 77 dəmir. Uşaqlar, və gördüyünüz kimi biz bunu aldıq. Şimdi portal base yaradım. Bəli uşaqlar, indi quracağıq. Lakin mən hər şeyi ilk öncə bitirmək istəyirəm. Gördüyünüz kimi uşaqlar, burada pet var. Bu pet sayəsində hər şeyi saniyələr içərisində qıra bilirik. Baxın. Baxın, görürsünüz. Hər şeyi sürətlə qırır. Mən bunu bir işləyəcəm. Baxın uşaqlar, bunu qırmaqda. Gördüyünüz kimi hər vuruşda 5 şey gəlir. Və uşaqlar, bunu qırdıq. İndi o birisini qırmağa gəldik. Tez uşaqlar, daşla qırmaq lazımdır. Bizə qabaq yollarda daha çox lazım olacağına görə ağac yığaq. Bəli, 712 ağacımız oldu. Uşaqlar, 1 dəqiqə 26 saniyəmiz var. Tezlə bunu da qıraq. Uşaqlar, qırdıq. Gəlin. Burada bu yerimizi davam etdirək. O adam öldürür. Bəli, adam öldürdük. Və platinum aldıq. Bəli uşaqlar. Bir dəqiqə. Uşaqlar, gəldim. Bəzi aksiliklər oldu. İndi uşaqlar, videonu indi bitirirəm. Birazdan bitireceğim. Uşaqlar, part 1'i bitirək. Gəlin videoda part 2'ni çəkəcəyim. Mən indilik biraz bunlardan qırmalıyam. Biraz bunları şeyləyim. Onu da öldürək. Biraz uşaqlar, hələ videodayam. Çünki taxtalarımı xəzləmək üçün hələ videodayam. Taxtalarımı xəzləyəm, bitireyim. Video bitirəcəm. Uşaqlar, oyun biraz sonra bilər. Bunun üçün ilişdirəm. Uşaqlar, xəzlədik. Bütün hər şeyimizi, bütün taxtalarını xəzlədik. Və 2 level olan kazmamızı da aldık. Və artıq demək olar birinci part 1'imizi indi bitiririk.
Bize 150 şey verdi. Gəlin 150 taxta verdi. Gəlin onları da xərcləyək. Hesablayaq, görək çatacaq. Bəli, çatacaq. Çatacaq, bəli. Nə çatdı? Görürsünüz uşaqlar, baxın. Hekayə götürdüm. Baxın. Gördüğünüz kimi o bunun sayesinde işləyir. Bununla işləyir o. Uşaqlar və bunun üçün gördüyünüz kimi tabelada deyir ki, baxın uşaqlar, göstərək sizə, yaxınlaşdırmaq da olmur. Baxın uşaqlar, burada deyir ki, onu bu şeyi almaq üçün buradan getməlisən və gördüyünüz kimi elə envanterimizin üzərində də ondan çıxdı. Yəni oyunda sadəcə bundan bir dənə yox, 2-3 dənə daha fazla var və əgər biz bu tərəfə gediriksə, arxa tərəfə getmiriksə, deməli bu tərəfdə daha bir dənəsi var və arxaya getsəydik, onda o arkadaşını götürməyə çalışacaqdıq. Lakin indi arkadaşını götürə bilmərik, çünki bu tərəfə gedirik. Gəlin uşaqlar, videomu burada bitirirəm. Sağ olun, salamat qalın. My Little Universe videosu, My Little Universe şeyinin partının birini bitirdik və ikincisine keçəcəyik. İndi gəlin uşaqlar, biz indirik bunları alaq, portalımızı bitirək. Uşaqlar, gördüyünüz kimi portal çıxır. 750 də bundan siləyir. Mən tezə 750-dən yapıb gələm. Və dostlar, mən 805 dənə yapdım. Artıq bizdən kvars elması istəyir. Kvars elması uşaqlar, mən əvvəl oynamışdım. Kvars elması uşaqlar bu tərəfdə olur. Bu tərəfdə baxın, o tərəfdə olur. O da bizə pullandır. Uşaqlar, kvars elması ucuz deyil. Bunu almaq üçün xeyli yol getməliyik. Amma videomuz məcburdur ki, burada bitməlidir. Sağ olun, salamat qalın. Part 2-də görüşənədək.